sonra İbn Qayyim rahimehullah buyurur ki: "La tetimu selamatul qalbi illa bi khamsati ashya." Deyir ki, salamat qəlb 5 şeylə əldə olunur. Salamat qəlb 5 şeylə əldə olunur. İlk öncə tövhidə zidd olan şirkdən uzaq olmalısan. Yəni bu artıq dinimizin ən əsası, ən özəyi, ən üstün əməllərindən, sütunlarından sayılır ki, insanın tövhidi yaşaması və tövhidə zidd olan şirkin bütün növlərindən uzaq olması. Böyüyü, kiçiyi, gizlini, aşkarı, hamısından uzaq olması. Bu insanın qəlbini salamat saxlayan ilk şeydir. Və ikincisi, bid'atun tuxalifus sünnə. Sünnəyə müxalif olan bidətdən uzaq olması. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olan hər bir bidətdən insan çəkinməlidir. Çəkinməklə yanaşı, bəzən insan ola bilər ki, düşünsün ki, mən şirk eləmirəm, mən bidət eləmirəm. Hətta insanın o şirkə və bidətə qarşı da nifrəti olmalıdır. Bəzən görürsən ki, insan şirki görür, amma ona adi gəlir, nifrət eləmir. Və yaxud da ki, bidəti görür, nifrət eləmir. Yəni, hətta nifrət belə olmalıdır ona qarşı, o əmələ qarşı ki, bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalifdir. Və mümkün deyil ki, bir insanın qəlbi salamat olsun və onun əməli, yəni əməllərində bidət olsun. Bidət olduğu halda bir kimsənin qəlbinin salamat olması mümkün deyil. Yəni, bunlar bir araya gələn bir şey deyil. Salamat qəlb və eyni zamanda bidət. Ya o olacaq, ya bu olacaq. Və ona görə, yəni, həmçinin insan bidətdən və bidətin bütün növündən və bura bidət əhli ilə oturub durmaq, onlarla dostluq etmək, onları sevmək, hamısı bura daxildir. Hamısı həmçinin bura daxildir. Və həmçinin üçüncüsü, şəhvətun tuxaliful əmra. Allah və Rasulunun əmrinə müxalif olan şəhvət. Yəni, nəfsi istəklər, şəhvətlər, dünyavi istəklərin. Yəni, bunların hansında əgər bu nəfsi istəklərinin hansı Allah və Rasulunun əmrinə müxalifdirsə, yəni insanın qəlbinin salamat qalması mümkün deyil. Salamat olması mümkün deyil və həmçinin insan Allah və Rasulunun əmrinə müxalif olan bütün şəhvətlərdən də uzaq olmalıdır ki, qəlbi salamat olsun. Və dördüncüsü, وَغَفْلَةٌ تُنَاقِدُ الذِّكْرِ. Allah'a zikirdən uzaqlaşdıran, Allah'ı zikr etməkdən uzaqlaşdıran, Allah'ı zikirə zidd olan qafillik. Baxın, insanın qafil olması da hətta insanın qəlbini salamat olmağa manilərdəndir. Salamat olması üçün manilərdəndir ki, insan qafil olur. Qafillik nədir? İnsan görürsən ki, gün ərzində saatlarla Allah yadına düşmür, zikir yadına düşmür. Yəni, bəzən görürsən ki, uzun çəkir, bir neçə saat insan Allah'ı xatırlamır, Allah'ı zikr eləmir. Ancaq namazdan namaza. Yəni, bu insanı qafilliyə aparan şeylərdəndir. Bu qafillik gəldikcə gəlir. Heç vaxt şeytan insana birbaşa gəlmir ki, fərz namazını tərk elə. Yox, gəlir ki, nafilələri tərk edirsən. Əvvəl gecə namazları qılırdın, duha namazları qılırdın, dəstəmaz sünnəti qılırdın, indi qılmırsan. Sonra gəlir, ratibə sünnələri tərk elə. Səhlənkarlıq, qılmırsan, fərzlərdən əvvəl və sonra olan namazları qılmırsan. Və bunları tərk edirsən. Və getdikcə artıq məsciddən uzaqlaşırsan və sonra da görürsən ki, insan namazları tərk edir. Və qafillik insanın qəlbini salamat olmasına mane olan dördüncü amildir. Və beşinci, İbn Qayyim rahimehullah buyurur ki, وَهُدًا يُنَاقِدُ التَّجْرِيدِ. Təcridə müxalif olan, zidd olan hidayət. Yəni, insan hidayət olunub, müsəlmandır, ibadət əhlidir, amma doğru mənhəc üzərində deyil, doğru yol üzərində deyil. İstər əxlaqında, istər dəvətində, istər müamiləsində, istər ticarətində fərq etmir. Doğru yol hidayət üzərində deyil. Görürsən, bəzən məsəl üçün elə kimsələrlə qarşılaşırsan ki, görürsən ki, ibadət əhlidir, sünnəni sevir, sünnəyə marağı var, həvəsi var, hər bir şeyi qəbul edir, amma yenə görürsən ki, çatışmayan bəzi şeylər var. Bəzi məqamlar var ki, görürsən ki, xalis sələfilik yoxdur. Xalis tabeçilik yoxdur. Və bu da ki, insanın hidayətinin naqisliyidir. Və sonra İbn Qayyim rahimehullah buyurur ki, وَالْإِخْلَاسُ يَعُمُّ. Və deyir ki, ixlas bunların hamısını əhatə eləyir, deyir. İxlas bunların hamısını əhatə eləyir. Yəni, ixlas olarsa insanda tövhid olacaq. İxlas olarsa insanda sünnəyə tabiçilik olacaq. Və ixlas olarsa insanda Allahın əmri şəhvətlərdən üstün olacaq. Və ixlas olarsa
zikirdə olacaq, qafillik olmayacaq və həmçinin ixlas olarsa insanda, insan doğru yolu və haqq olan yolu, doğru sırat-ı müstəqimi və doğru mənhəci tapa biləcək.